Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün gördüyünüz kimi çox dadlı, ləzzətli, tərəvəzli plov hazırlayacağım. Bunu necə hazırlayacağım? Əgər bu sizə də maraqlıdırsa, buyurun, izləyin. Ərzaqlarımız nədən ibarətdir? 2 ədəd orta boy soğan götürmüşəm, 2 ədəd orta boy yer kökü, toyuq filesi, qarğıdalı və düyü. Ərzaqlarımızı azaldıb çoxalda bilərsiniz. Bu sizin zövqünüzə bağlıdır. İlk öncə nə edirəm? Yer kökünün qabığını soyuram və bunu kubik şəklində xırda-xırda doğrayıram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Yer kökünü gördüyünüz kimi kubik şəklində doğradım. Keçirik soğanımızı doğramağa. Soğanımızı da fərqi yoxdur, iri və yaxud xırda doğrayıram. Soğanımızı da doğradım. Üzərinə yağ əlavə edib bunu qovrulmağa qoyuram. Burada toyuq filesini doğrayıram. Düzdür, biraz buzludur. Soğanımız yavaş-yavaş qovrulur. Üzərinə ət əlavə edəcəm. Əti də doğradım, yudum və soğanın üzərinə əlavə edirəm. Ətlə soğanı biraz qovururam. Biraz qovrulandan sonra üzərinə yer kökünü əlavə edəcəm. Üzərinə duzunu, istiotunu əlavə edirəm. Duzunu, istiotunu əlavə edib qarışdırıb, dediyim kimi yer kökünü əlavə edəcəm. Yer kökünü də əlavə etdim. Bununla da biraz qovururam. Üzərinə qarğıdalı konservasını əlavə edirəm. Və biraz mən zirinç əlavə etdim üzərinə, daha rəngarəng görünsün deyə. Bunların hamısını qovurub üzərinə yuduğum düyünü əlavə edirəm. Mən 2 stəkan yarım düyü əlavə etdim. Və bunları da yaxşı-yaxşı qarışdırıb, həm də biraz qovurub, üzərinə qaynanmış qaynar su əlavə edirəm.
Suyu üzərinə çıxana qədər əlavə edirəm. Və qapağını qoyub bişməsini gözləyirəm. Artıq gördüyünüz kimi qaynayır, suyu biraz çəkilib. İnanın ki, çox dadlı, ləzzətli bir plov alındı. İlk dəfə idi ki, hazırlayırdım bu cürə tərəvəzli plovu. Çox bəyənərək, sevərək yedim. Artıq suyu çəkilib, bunun üzərinə dəsmal qoyacağım. Dəmə qoyacağım bunu. Artıq aşımızı dəmə qoydum. Gördüyünüz kimi dəm alıb və qabımıza servis edəcəm. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Gördüyünüz kimi rəngarəng olan, möhtəşəm görüntüsü olan tərəvəz plovumuz hazır oldu. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər. Sağ olun. Allah'a əmanət olun.